ki, inzibati akt anlayışı inzibati icraat haqqında Azərbaycan Respublikasının qanununda göstərilir ki, inzibati bu birincisi inzibati orqan tərəfindən qəbul olunmalıdır. Eyni zamanda publik hüquq sahəsinə aid olan münasibətləri nizama salınmalıdır və onun yönəldiyi şəxslər üçün hər hansı bir öhdəlik yaratmalıdır və yaxud da onun müəyyən hüquqlarını məhdudlaşdırmalıdır. Və buna görə də bu həm də bir növ hakimiyyət tədbiri olmalıdır. Bu qərar sərəncam formasında ola bilər. Və bu məsələ ilə bağlı ümumiyyətcə inzibati akt yazılı və şifahi ola bilərmi? Bu ilə bağlı qeyd etmək lazımdır ki, inzibati dini etiqad azadlığı haqqında qanunun şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarında qeyd olunur ki, inzibati akt mütləq qaydada yazılı olmalı deyə bir şərt yoxdur. Yəni, bəzi hallarda inzibati akt şifahi formada da ola bilər.